Salam, hər vaxtınız xeyir. Hörmətli həmvətənlərim, Azərbaycanlılar. Əvvəla bütün Azərbaycan xalqına başın sağ olsun deyirəm. Çünki 18 aylıq Zəhra balamızın erməni teröristləri tərəfindən evinin içində öldürülməsi və onun nənəsinin də qətlə yetirilməsi Azərbaycan xalqı üçün faciədir. Bəli. Bu çox bir ağır faciədir. Körpə bala həyat görməmiş, yeni həyata gəlmiş bir balamızı erməni teröristləri öldürür. Və buna reaksiyamız sıfırdır. Sıfır. Bunu biraz emosional ola bilərəm. Doğrudan da 2 gündür yaxşı yatmıram. Çünki fikirləşirdim ki, necə müraciət edək. Çünki 2 yaşında 18 aylıq körpənin öldürülməsi evinin içində bundan böyük faciə ola bilməz. Yəni bəzi şərəfsizlər, namussuzlar elə fikirləşə bilərlər ki, baş verən hadisələrdən biz özümüz üçün mənafey güdürük. Efirə çıxmaq üçün mən bildiyiniz kimi Orduxan Teymurxan olaraq Azərbaycanda baş verən hər hansı bir hadisəyə münasibət bildirirəm. Bu mənim vətəndaş borcumdur. Azərbaycan vətəndaşı olmasam da sonuna qədər, qanımın bir damlasına qədər Azərbaycanlı sayıram özümü. Və sizə çatdırmaq istəyirəm ki, Zəhra balamızı öldürürlər və qanı qurumamış Zəhra balamızın Bakı şəhərində, şəhərin mərkəzində Rus sözü targovi, Ruslar qoyan targovi, hansı ki Qarabağ probleminin həlli bilirsiniz ki Rusların əlindədir. Və bu bir daha göstərir ki biz hələ də Rusların oyuncağıyıq. Biz Azərbaycanlılar olaraq Rusların oyuncağıyıq. Və sizə onu çatdırmaq istəyirəm ki Targovda bütün gecəni caz, barı bir xalq mahnısı zad ola, bir mənalı, nə bilim, dərdli bir xalq mahnısı oxuyalar. Adamı yandırmaz. Caz sizin haranıza yaraşır. Bir qeyrətlər, namussuzlar. Bütün gecəni caz verirsiniz. Ondan bir həftə qabaq oğlunuz, qızınız üçün formula oyunları keçirirsiniz. Azərbaycan müharibə şəraitindədir. Bir il bundan qabaq 200'ə yaxın şəhid verdik. Azərbaycanlılar bunu gördü ki, Azərbaycan müharibə şəraitində yaşayır. Azərbaycan müharibə şəraitində yaşayır, amma bizdə İslamiyada keçirirlər, ərəbləri, nə bilim, dərəbləri yığıb gətirib İslam oyunları keçirirlər, Formula 1 keçirirlər, 10 illik kontrakt bağlayırlar. Gör, nə qədər özlərinə güvənirlər ki, 10 illik kontrakt bağlayırlar. Sonra nə bilim Avrovision, necə oyunlarla o Avrovisionu qazandılar, milyardlarımızı xərcləyirlər. Azərbaycan müəllimi, Azərbaycan həkimi maaş istəyəndə deyirlər ki, biz müharibə şəraitində yaşayırıq. Amma oyunlar, nə bilim nələr keçirəndə müharibə şəraitində yaşamırıq. Zəhra balamızı öldürüblər, bunlar konsert verirlər. Bir ay bundan öncə Azərbaycanın vitse-prezidenti AzTV'dən erməni analarına müraciət etdi Azərbaycan dilində ki, oğlanlarınızı buraxmayın Qarabağa, çünki Qarabağ bizim torpağımızdır. Düz dedi. Ermənilər də bunu yaqın başa düşdü də Azərbaycan dilini bilirlər ermənilər. Bu öz yerində. Bir həftə ondan sonra hər hansı bir Rusun, dərənin Rusunun şairidir, yazıcısıdır, heç adı da yadımda deyil. Ona deyir ki, biz erməni xalqı ilə qardaş olmuşuq, şərab içmişik və bir də şərab içəcəyik. Bu da öz yerində. Bugün də ermənilər bombanı qoyurlar, tap! Körpəmizi evinin içində öldürürlər. Bununla sübut etmək istəyirlər ki, biz sizinlə heç bir şərab içməyəcəyik, qanınızı içəcəyik. Ey Azərbaycan xalqı! Bu erməninin şərəfsizliyi. Və bugün Azadlıq Radiosu paylaşıb ki, mən oxumamışam. Bəs dövlət başçısı Twitter'da yazıb ki, Azərbaycan dünya mediası günahsız öldürülən insanlara olan haqsızlıklara qarşı susmamalıdır. Ya yaxşı, dünya mediası ilə sizin nə əlaqanız var?
Möhtərəm prezident, sizin dünya medyası ilə nə əlaqəniz var? Siz Azərbaycanda jurnalistləri tutursunuz. Jurnalistləri ömürlük cəza verirsiniz. Öldürürsünüz. Nə bilim, ölkədən məcbur edirsiniz qaçmağa. Jurnalistin başına Gürcüstandan torbanı keçirib gətirtdirirsiniz. Siz bu dünya medyasına necə deyə bilərsiniz ki? Hangi haqla deyə bilərsiniz ki? Dünya medyası, dünya qəzetləri, dünya televiziyası, dünya liderləri susmamalıdır ki, Azərbaycanda Zəhra balamızı erməni bombası öldürüb. Siz Zəhra balamıza bu akşam dünənki konsertdə göstərdiniz hansı hörməti edirsiniz. Və eşitdim ki, Zəhranın atasını işlə təmin edirdilər. Bugüne kadar Zehra'nın atası hardaydı? O qaçqın, o Füzuli qaçqını hardaydı? Ne yerdi, ne içirdi? O anasına, o övladına ne yedizdirirdi? Bunu bilirdiniz mi siz? Yok. Maraklı da değildi. Çünkü sizin başınız karışıp Formula 1'e, ne bileyim İslamiyadaya, konsertlere, diskotekalara, ne bileyim nelere. Azerbaycan halkı da ne bileyim ne iş görür, neyini yer. Hiç olmasa bu konsert orada gedəndə o benim filmlerimin altına girip benim var yoxuma söyənlər, şərəfsiz namussuzlar. Birinizin qeyrəti tapılmadı ki milyonlar kazanırsınız idmandan. İdmançıyıq deyirsiniz, ne bileyim medalları asırsınız çiğninize. Ben dedikçe ki diktatörün yanında olmayın, siz diktatörün yanında yer alırsınız. Çıkıp biriniz qeyrətli demediniz ki Zəhra balamızı bugün bastırmışıq, bu konserti yığıştırın. Hiç dava salmak lazım değildi. Durursan piyanistin qabağında deyirsən ki biz saymırıq bu konsertin doğru olmasını. Konserti yığıştırın, bir haftadan sonra ne bileyim 40'ı çıxandan sonra verersiniz Zəhra balanın. Axı Zəhra balamız xəstələnib ölməyib. Erməni teröristlərinin bombasının nəticəsində hayatını değişip 18 yaşında balamız. Yani bu kadar vicdansızlık olar mı? Bu halkı, ülkeni durmadan insanlarımız, seven insanlarımız, vətənimizi seven gayretli, namuslu, ağıllı insanlarımız terk edir. Siz bu ülkeni hara aparırsınız? Siz bu ülkeni necə idare edirsiniz? Dövlət kimi idare edirsiniz? Yoksa bir müəssisə kimi idare edirsiniz? Bir aile kimi idare edirsiniz? Axı dövlət ailə deyil. Dövləti dövlət kimi idare etmək lazımdır. Bu kadar yani insanları aşağılamak, halkı aşağılamak, vətəndaşları aşağılamak olmaz axı. Bu kadar mı siz bu insanların üstüne yani elinizin çirkini sürtürsünüz? Neyse, benden bu kadar. Biraz emosyonel danıştım. Çok üzür istəyirəm Azerbaycan halkı. Zəhra balamıza bir daha ruhu şad olsun, cennette olsun. Ne bileyim, valla söz tapa bilmirəm. Yani 2 gündür ben çok böyle stres geçiririm. Çok sağ olun. Ama onu unutmayın ki bu vətənə karşı ləyaqətsizlik eden insanlar şərəfsiz insanlardılar. Bu kadar. Çok sağ olun.